Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin təsdiqi ilə bağlı istənilən asan xidmət mərkəzinə müraciət oluna bilər. Bu xidmətlə bağlı sənədləri etibar edən şəxsin təqdim etməsi kifayət edir. Nəqliyyat vasitəsinə sərəncam verilməsi ilə bağlı etibarnamənin təsdiqi üçün hər iki tərəfin şəxsiyyət vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, nəqliyyat vasitəsinin icbari sığortalı olması tələb olunur. Əgər tərəflər arasında yaxın qohumluq münasibəti varsa, bunu təsdiq edən sənədlər təqdim olunur. Qohumluq münasibətlərini təsdiq edən sənədlərə dair məlumatlar elektron informasiya sistemində əks olunduğu halda sənədin əslinin təqdim edilməsinə ehtiyac olunmur. Etibarnamə ərə, arvada, uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, bacıya, qardaşa verilərsə, dövlət rüsumu 15 manat, xidmətə görə tutulan haqq 2 manat 25 qəpik təşkil edir. Etibarnamə digər vətəndaşlara və ya hüquqi şəxslərə verilərsə, dövlət rüsumu 30 manat, xidmətə görə tutulan haqq 4 manat 50 qəpik təşkil edir. Qeyd edək ki, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə 1 ildən artıq müddətə verilə bilməz.